Bəzən insanın ən böyük yarası onun kimsəyə danışa bilmədiyi hekayəsidir. Bəs onda soruşmaq lazımdır, nəyə görə yorğunsan, nəyə görə xoşbəxt ola bilmirsən? Zehnin yarası görünmür, qanamır. Atalar deyib ki, qılınc yarası sağalır, amma söz yarası sağalmır. İnsanı incidən onun fiziki travmaları deyil, travma zamanı keçirdiyi hissləridir. Həmin anda sıxılıb qalan qorxuları, çarəsizlikləri, tək qalma duyğusu və s. Bədən sağalsa da, hisslər bədənin müəyyən hissələrində iz buraxır. Zehnin yarası görünmür, qanamır, amma gecənin bir yarısında insanı oyada bilir. Səbəbsiz yerə əsəbləşdirə bilir, təşvişə sala bilir, ən xoş anında müəyyən bir boşluq hissi yaşada bilir. Bəzən insanlar deyir ki, mən dəli deyiləm ki, psixoloqa gedim. Bəs onda soruşmaq lazımdır, nəyə görə yorğunsan, niyə görə eyni səhvləri təkrar eləyirsən, niyə görə xoşbəxt ola bilmirsən? Psixoloqa getmək dəli olmaq demək deyil. İnsanın özü ilə üzləşmə cəsarətidir, daxili səsini dinləməsidir, uşaqlıqda bastırılan duyğularını görə bilməsidir. Bəzən insanın ən böyük yarası onun kimsəyə danışa bilmədiyi hekayəsidir. Unutma ki, sən zəif deyilsən, sadəcə olaraq illərlə tək başına mübarizə aparmısan. Bəlkə elə dayanıb indidən başlayasan, özünə kömək eləyəsən.